Lebbeyk ya Azərbaycan şəhidi, ən uca məqam sahibləri qardaşlarım, ən müqəddəs şəhid Azərbaycan şəhididir. Siz bir elin, bir xalqın, bir millətin namusu, qeyrəti uğrunda canınızı fəda elədiniz. Siz cənnətə düşəcəksiniz deyə ya Hüseyin qışqıranlardan olmadınız. Siz qeyrət üçün döyüşdünüz, şərəf üçün döyüşdünüz. Siz en uca məqam sahibisiniz. Heç bir qarşılıq gözləmədən döyüşüb şəhid olan qardaşlarım, en uca məqam sahibi sizsiniz. Heç bir şey qarşılıq istəmədən canını fəda edən en uca məqam sahibi Azərbaycan şəhidi. Lebbeyk ya Azərbaycan şəhidi. Siz hakimiyyət uğrunda şəhid olmadınız. Siz siyaset qurbanı olmadınız. Siz evin, elin, kızın, gelinin, namusun, qeyrətin şəhidisiz. Siz bu torpaqlar üçün şəhid oldunuz. Siz bu vətən üçün canınızı verdiniz. Bu ülkədə, bu vətəndə sizdən uca şəhid yoxdur, ola bilməz. Bu ülkədə en uca səslə səsləndirilən şəhid Lebbeyk ya Azərbaycan şəhidi, en uca məqam sahibi Azərbaycan şəhidi, qeyrətin şəhidi, namusun şəhidi.